Yemək eləmişimsən bibi, acından ölübəm. Avtobusda 2 dəfə öbəyəm gedib güclə aldıblar məni bibi. Bir dənə qadın xəlaq var idi. O qədər yaxşı insan idi, o qədər gözəl insan. Balaca uşağın əlindən bulxun aldı, verdi, yedim. Biraz mədəmə qut oldu. Sən nə bişiribsən? Elə bilirsən inandım sən deyəni. Maşına yol pulunu verməməkdən ötürü elə eləmsən ki, göy ürəyin gedib. Ay səni xətəkar. Bibi can. Bibi can. Pullar için bibi. Məni? Sifəti için bibi. Adam mən pul sözünü bilmirəm, nə deməkdir? Sən bilmirsən, qardaşın oğlu bilir. Sən elə bilsən mən acından öləm bilməyəm. Uy bibin qurban olsun sənə. Birinci dəfədir bu xoş söz ağzımdan çıxdı. Bilmirəm, axırını Allah xeyirsindən eləsin. Sən olasan, puldan danışasan. Deyəsən ki, məndə pul var. Hadi sən özün məndən pul istəyən adamsan. Ta elə deyil bibi. Qardaşın oğlu partladı. 8 Martın mübarək. Qoy başının altına xımır ye. Xımır ye, əvsiz arvatsan. Uy Ye, bibin xəşdə bağı. ölsün qabağımda. Ay ömründə belə şey görməmişim. Ona görə belə dilim tutuldu ye. Ersən. Hə. Bir ax çaşdın dedin. Bundan sonra mənə tez deyəsən. Ölüm qabağında başına dönüm ay qardaş oğlu. Elədir. Yemək nədir bibi? Yemək nədir? Yem. Sən git əllərimi yu. Ona qədər mən nəsə bir şey hazırlayarım sənin üçün, hə? Bu xoşuma gəldi. Əlimi çörəyə vurmamış, şüşdən də bundan. Sənə qurban. Özüm deyəcəydim ki, üstünə bir 5-10 dənəsini gəldilər. Ersən. Hə. O içməyə də bir şey qoydu o bibi. Hadi yaxşı. İftixar bugün ilk dəfə insan balası kimi paxmel atacaq. Yaxşı, bir şey taparam, yaxşı.